Hər kəsi kanalımdan salamlayıram, əziz xanımlar, dəyərli izləyicilər. Bugün xoruz hazırlamışam. Hazırlama qaydasına keçək. Əvvəlcə bizə lazımdır burada 2 ədəd ağ sarılı yumurta, 1 xörək qaşığı şəkər tozu, çay qaşığının ucunda duz, 50 ml süd, 50 qram da kərə yağı mən istifadə elədim. İstədiyiniz yağdan istifadə edə bilərsiniz. Deməli, bir paket vanili, qabartmanın yarısını əlavə elədim bu qarışıma. Daha sonra bir paket vanildən istifadə elədim. Bunları yaxşı-yaxşı qarışdırıram. Tam bir-birinə qarışandan sonra üzərinə 300 qram un əlavə edirəm. Yəni, bu qarışıma 300 qram un bəs eləyir. Qəşəng bunları bir-birinə qarışdırıb xəmiri yoğururam. Xəmir nə çox möhkəm olmur, nə də çox belə sıyıq, yumuşaq olmur. Normal yumuşaqlıqda xəmir alınır. Xəmiri bir yerə toparlayandan sonra üzərinə salafan örtürəm və hardasa bir 20 dəqiqə, yarım saat gözlədirəm ki, biraz xəmir özünə gəlsin. Baxın, belə yağlı xəmir alınıb. Yarım saat mən burada gözlədim. Daha sonra yuxanı yayacam burada. Baxın, xəmir belə yumuşaq xəmirdir. Çox sıyıq xəmir deyil. Yuxanı da yayıram, yəni unsuz yayıram burada. Yəni un səpməyə heç ehtiyac da yoxdur. Səliqə ilə yuxanı tam yayıram. Normal naziklikdə, yəni çox qalın saxlamıram yuxanı. Biraz nazik yayıram. İndi kəsəndə nazikliyini də sizə göstərəcəm. Və lentalar kəsirəm. Bunun böyüklüyü, kiçikliyi sizin özünüzdən asılıdır. Məsəl üçün 2 barmaq, 3 barmaq enində lentalar kəsirəm. Paxlava formasında mən kəsirəm. Forma vermək üçün siz istəsəniz uzunsov formada, kvadrat formada, yəni forma olaraq istədiyiniz formada kəsə bilərsiniz. Daha sonra orta hissələrindən də dəliklər açıram və forma verirəm xoruzda burada. Baxın, xəmirin burada qalınlığı da görünür. Yəni, çox belə qalın yuxa yaymamışam. Normal naziklikdə yaymışam yuxaları. Və mən burada çox böyük də kəsməmişəm bu formanı. Adətən bu xoruzları biraz böyük formada kəsirlər. Böyük. Sadəcə olaraq mənim nəvələrim, mən hər dəfə bunu bişirəndə biraz xırda-xırda istəyirlər məndən. Yəni, onların istəyini nəzərə alaraq mən biraz normadan biraz balaca kəsmişəm. Bu da problem deyil də, yəni sizin zövqünüzdən asılıdır. Nə böyüklükdə istəsəniz, o ölçüdə də kəsə bilərsiniz. Bir də burada göstərəm, əziz xanımlar, forma olaraq uc tərəfini dəlikdən keçirib və forma verirəm. Kənarlardan çıxanı da bu formada eləmək olar və yaxud heç formasız necə kənarlanan qısoklar qalır, hissəciklər, onları da elə həmən formada bişirmək olar. Tavaya duru yağ əlavə edirəm və gözləyirəm ki, yağımız burada qaynar olsun. Xoruzları hansı qaba yığacamsa, həmən qabında içərisinə salfet qoyuram ki, deməli, yağı salfet özünə çəksin, çox yağlı olmasın. Tava qızdıqdan sonra hazır kəsilmiş xəmirləri tavaya yerləşdirirəm. Gördüyünüz kimi yağ, yəni qızdırılıb burada. Diqqət eləmək lazımdır ki, yağ qaynar olsun. Özdə qazın, deməli, ateşini, belə deyək, çox güclü eləmək lazım deyil ki, yanmasın, yəni atan kimi tez qızarmasın. Orta ateşdə qoymaq lazımdır, yağımız qaynar olsun və orta ateşdə xəmirləri atıb tavada bişirirəm. Çox gözəl, atan kimi də necə həzmi böyüyür, artır demək olar. Hazır oldu bizim xoruzlarımız, servis edirəm. Daha sonra üzərinə şəkər pudrası əliyirəm burada. Gördüyünüz kimi çox ləzzətli bir xoruzlar alınıb, əziz xanımlar. Elə maraqlı bir dadı var bunun. Yəni bunu yeyəndə çox maraqlıdır ki, elə bil adam doymur. Uşaqlar daha çox sevir bunu. Çərəz kimi bir şeydir. Nə bilim, stolun üstündə olsa elə adam istədi, istəmədi hər dəqiqə götürüb yeyə bilir. Çox da gözəl alınıb həqiqətən. İnşallah siz də hazırlayarsınız. Yəni çətin şey deyil, çox da ərzaq aparmır. Rahatlıqla hazırlaya bilərsiniz. Burada sizə içini də kəsib göstərmək istəyirəm ki, yəni kəsdiyimdən nə boyda kəsmişdimsə, yağı atanda bunlar bişdikcə biraz böyüyür.
orta hissələrində də belə boşluqlar olur. Əziz xanımlar, siz də bu qaydada hazırlayın. Əminəm ki, çox bəyənəcəksiniz. İzlədiyiniz üçün təşəkkürlər.